Dövlət İmtahan Mərkəzi 2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini mərkəzin internet saytında yerləşdirib. DİM-dən verilən məlumata görə bakalavr imtahanı nəticələri haqqında məlumatı mobil operatorlar vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında magistr jurnalının 5-ci sayında dərc olunacaq. Müsabiqənin nəticələrinə əsasən ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur. Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Sizin qeydiyyatdan keçməməyiniz bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.